Keçirik 8-ci Namazovdan inşallah. Testi, atdığım testi çalışmayı izah edirəm. Birinciyə baxırıq. Şəkil 18-i verib. Şəkil 18-i də bax budur. Bax bunu çəkeyim mən. İstən sonra şəkil 18-ə aiddir. 2-dən 7-yə kimi. 1, 2, 3, 4. Bunu çəkək. Bir tərəfə yazıb qoyaq və bilək ki, bizim şəklimiz nədir. A, B, C, D. Bura 1 yazıram, bura 2 yazıb, bura 3 yazıb. Keçək sualımız. Bizim şəklimiz baxın budur. Bunun üzərində işləyəcək. Birinci sualı nədir? Deyir 1, 2, 3 bucaqlarının cəmi. 1, 2, 3 bucaqların cəmi 242-yə bərabərdir deyir. Onda 4 bucağın cəmi 360 dərəcə olduğuna 360 dərəcədən 240-ı çıxıb yox, başqa suallar verir. Birinci bu bucağı tapacağıq. Baxaq. 360 çıxılsın 242. Deməli 360-dan çıxıram 242-ni eləyir 118. Deməli mən bax buradakı bucağım, bu şəkli təkrar çəkirəm bura. Buradakı bucağım 118'dir. Buradakı bucağım 118'dir. Deməli bu qarşı tərəfdə duran bucağım da 118 eləyəcək. Bu bucaqla ona deməli bax bu bir tərəfə dişi bucağın cəmi 180-dir axı. 180-dən burada deməli 62'dir. Onda burada 62'dir. İndi məndən sonra ki 2 çıxsın 3. 2 harda bax bura 2 verib, buranı 3 verir. 2 çıxsın 3, yəni ki 118-dən çıxıram 62-ni tapıram ki bucaq neçə dərəcə eləyəcək. Keçirik 3-cü sualımıza. 3-cü sualda nədir bizə? Yenə şəkil eynidir. Eyni şəkil çəkilir. Baxaq. Şəkil burada deməli bura 1 oldu, bura 2 oldu, bura 3 oldu. Bu imtahana düşür uşaqlar. Bizə verir ki bucaq 2 bərabərdir. 1 ilə 3-ün cəminə bərabərdir. Bax bucaq 2, 1 ilə 3-ün cəminə. Bura x desəm, onda burada x-dir. Belə çıxır ki, bu ikisinin cəmi neçə ilə 2x-dir. Onda bura belə çıxır, bura 2x-dir. Onda bura 2x-dirsə, uşaqlar, bir tərəfə bitişik bucağın cəmi 180 olduğunu 2x-lə x-in cəmi eləyir 180. 3x 180 isə 180-i 3-ə bölüm eləyir 60. Belə çıxır ki, x-im 6, bura 60-dırsa, onda bura düşür nə? 2-ni 60-a vuram 120 dərəcə. Bizdən 2 çıxılsın 1'i tap deyil. 2 çıxılsın 1, yəni 120 çıxılsın 60'ı tap, o da eləyir 60 dərəcə. Keçəm 4-cü sualımıza. 4-cü sualda deyir ki, yenə şəkil eynidir. Qılıncırın vərəzlər yazın belə. Yazma olmur. Deməli, yenə bucağı verib bizə şəkili çəkirik. Deməli 2-nin bir nisbətinə A, B, C, D. ABC barəqimdə yenə bura həmin şey yazıb. Bu 1-dir, bura 2-dir, buranı 3 verib. 2-nin 1-ə nisbəti, 2-nin 1-ə nisbəti, 7-nin 5-i, bura 7x olur, bura 5x olur. Onda biz bilirik bu ikisinin cəmi nə qədərdir? 180'dir. X səbə 180 12'ye böləndə eləyir 15. İndi mənə deyir bucaq 2-ni tap, 7-ni vuracaq 15'e, bucaq 2-ni tapacaq. Keçirik 5-ci suala. 5-ci sualda şəkli çəkirəm. Deməli yenə A, B, C, D yazıram. Bura 1'dir, bura 2'dir, bura 3'dür. Bucaq deyir 2, 1 ilə 3-ün cəminə bərabər. 1 ilə 3-ün cəmi, bax bura x-dirsə, burada x-dir. Bu ikisinin cəmi bura 2x eləyəcək. Bizə verib ki, 3-cü bucağın dərəcə üstündə. Bax bu 2x-lə bu x-in cəmi bizə 180 dərəcəni verir. X deyilir nə? 60. X-ə 60 isə deməli bura 60 yazıram. Onda belə çıxır ki, bu 3-cü bucağın dərəcə ölçüsü neçə eləyir? 60. Keçirəm 6-cı suala. 6-cı sualda bizdə nə deyir? Deyir, yenə eyni şəkildir. Eyni şəkil üzərində işləyəcək.
Yəni 1, 2, bura 3'dür. 1 və 3 bucaqların cəmi 124. Bununla bunun cəmi 124-sə, deməli bərabərdir axı qarşı bucaq. Onda 62 bura düşür, 62 də bura düşür. Bu ikinci bucağı tapmaqdan bu ikisinin cəmi 180 olduğundan 180-dən 62-ni çıxıb bu bucağı tapacağım. Neçə eləyir? Keçəm 7-ci suala. Yenə A, B, C, D. Yenə yazıram bura. 1, 2, 3. Yazıb bucaq 2 bərabər 4. Deməli, bu 4 vurulsun birinci. Bura x yazaq. Burada 1'in yerinə x qoydum. Yəni 4x çıxılsın 25 yazaq. Onda bu ikisinin cəmi yenə nəyə bərabər? 180. Yəni 4x baxın burada yazın. Görürsünüz x üzərinə gəlsin 4x minus 25 bərabərdir 180. 4x'dən 5x bərabər 180 üzərinə 25 gələcəm. X üzərinə gəl 4x minus 25 bərabər 180. 5x bərabərdir 180 üzərinə gələm 25. Eli 205. 205 ilə 5'ə böləm nəticə eləyəcək? Eli 41. X'i tapdım 41. Bizdən nəyi soruşur? Bizdən sonraki bucaq 1'i tap. Buranı da 41 tapmışam. Keçəm 8-ci suala. Yenə eyni şəkil. Yox, 8-ci sualda artıq bir dənə bir şəklə baxam. 8-ci sualın şəkli budur. Bunu çəkim qıraqda qoyum. Çaşmamaq üçün. Buradan istifadə edəcəm. Bura 2 verib, bura 3 verib, buranı 1 verib, burada 4 verib, bu da 5'dir. Keçək 8-ci sualı yazaq. Şəkli çəkirəm. Şəkildə verilənlər yazın. Bura 1 verib, bunu belə. Buranı 2 verib, buranı 3 verib, buranı 5 verib. Uşaqlar 5 verib, bununla bu çarpaz budaqsa, bu 3'ü də bura neçədirsə, bura da o qiyməti alacaq. Sonra buranı da vermişdi, 4 vermişdi. Baxaq nə desək ki, 2 çıxılsın 3 bərabərdir 74 dərəcə. 2 çıxılsın 3 74 verib, buranı x yazaq, buranı y yazaq. Yəni x çıxılsın y verib 74. Sonra verib ki 2 çıxılsın 1 2 çıxılsın 1 verib 76. İndi belə baxaq da bu hissələ bunun cəmi 180 dərəcədirsə, onda bura bir dənə a yazaq çaşmamaq üçün. 2 çıxılsın 1 2-ni x-lə bu çıxılsın a bərabərdir 76. Mən deməli deyir ki, mənə bucaq 1'in qiymətini tap. Birinci biz nə edə bilərik? Biz bilməliyik ki, bu üçünün cəmi 180 dərəcəyə bərabər. Çünki bir tərəfə bitişik bucaqların cəmi biz bilirdik nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Mən buradan tərəf-tərəfə çıxa da bilərəm, toplaya da bilərəm, fərq eləməz. Çıxaq x-dən x çıxanda 0 eləyir. Mənfi açıq y, onda mənfi açıq olanda bu da müsbət olur. Çünki çıxmadan üstə gəlir y bərabər 76-dan 4 çıxanda eləyir 2. Yəni buradan görürəm ki, y minus a bərabərdir 22 eləyir. Düzdürmü? İndi gətirək, bax burada qoyaq yerinə. Demək, burada mən a üzərinə gəlsin x, üzərinə gəlsin y verib 180 dərəcə. Tərəf-tərəfə toplam. Tərəf-tərəfə toplam. A ilə A gedir. Y-in cəmi edir nə qədər? 2y üzərinə gəlsin x bərabər 182. 2y üzərinə x bərabər 182. Baxaq bunun başqa qısa yolunu, yaman uzandı. Başqa qısa yoluna baxın bir dənə. Bucaq 2 çıxılsın, bucaq 1 76'dır. Bucaq 1'in qiymətini tap deyir. Bucaq 5-lə lazım sərpazdır. Deməli, x sıx y verib 74.
Buzaq 2 çıxılsın. Buzaq x minus 6. Bunu tərəf-tərəfə toplayaq. 2x minus y çıxmalığını çıxma kimi yazılmalı. Verir 150. Bu da hələ tərəf-tərəfə toplayaq uşaqlar. Çıxmır. Bu da a üstə gəl x üstə gələ y-ni də verib 180. Burada tərəf-tərəf toplayanda a'larım gedir, y'lərim gedir. 2x-in x-in 3x bərabər 150 ilə 180 toplayaq. 330 eləyir. X də bərabərdir. 330-u da böləndə 3-ə eləyəcək 110. X bərabərdir 110 elədi. X-i 110'dur. Bax, bunu gətirib yerinə 110 qoyuram. Bax, bura. Elə ver, bax, mən 110. 110 çıxısından 76. 110'dan da 76 çıxıram. A-nı tapdım 34. Buzaq 1 soruş, o deyir 34. Sonra şəkil, burada 9-cu sual 9'a baxırıq. Eyni şəkil üzərində işləyəcəyik. Buranı 1 verib, buranı 2, buranı 3, buranı 5 verib. Buranı 4 verib. Bucaq 4 ilə bucaq 5'in cəmi. Bura A yazaq, bura B yazaq. Bura 5'də. A ilə 5'in cəmi verib 87. Bucaq 1 ilə bucaq 3'ün fərqi. Uşaq, bura B idisə bu da B deməkdir. Çünki çarpaz uzaqlardır. Çaşmayaq. Burada bir x yazaq. X ilə B-nin fərqini də verib mənə 17 dərəcə. Bucaq 2 çıxılsın, bucaq 3'ü tap. İndi bir şey deyim sizə. Bura A yazdımsa, bu da A'dır. X'i də A ilə qeyd edək. Çünki bunlar qarşı bucaqlar bir-birinə bərabərdir. Toplayanda A ilə A 2A bərabərdir. 87 üzərinə gəlsin 17. Eli 104. A da bərabər 104'ü böləndə 2'yə eləyəcək 52. A 52'yə bərabərdir. A-nın yerinə yazıram 52. Mənə nəyə soruşur? Bucaq 2 çıx bucaq 3'ü soruşur. A-nın yerinə 52 yazaq. Burada. Baxın, bunu 52 aldım. Bura 52 yazaq. Burada A-nın yerinə 52 yazsam 87'dən 52 çıxıram. Eləyir nə qədər? 35. Düzdürmü? B-ni tapdım neçə? 35 tapdım. Düzdür? Mənə dedi bucaq 2 çıx bucaq 3. Buranı birinci taparsa buna fərq. Mən biləm bu 3 dənə bucağın cəmi neçəyə bərabərdir? 180'dir. Onu da 52 ilə 35'i toplayacağım. 180'den çıxacağım. Görün bura mənə verir. Baxın, buranı 93 verib. Bucaq 2 çıx bucaq 3. Yəni 93'dən 35'i çıxacağıq və cavabı tapacaq. 93 çıxılsın 35. 58 edir bucaq. Keçək növbəti sualımıza. 10-cu suala baxırıq indi. Sual eynidir. Onuncu sualda mənə deyir ki, eyni şəkildə yazıram. 1, bura 2 idi, buranı 3 verib, buranı 5 verib, buranı da 4 verib. Deməli, sən yazırdım. Bunu yazdım, onu yazıram. Bucaq 1'in, bucaq 2'in nisbəti 4'ün 5'i. Bura 4x yazıram, bura 5x yazıram. Bucaq 2 çıx, bucaq 3 deyir, 44'dür. Burada da bir A yazaq. Yəni 5x çıxılsın A bərabərdir 44. Düzdürmü? Bu üçünü də cəmi 180 verir mənə. Çünki bir tərəfə bitişik bucaqlar 5x 4 59x minus 180 daha da üstə gəlsin A bərabər 180. Tərəf-tərəfə toplam 5 ilə 9'u toplam elə 14x. A'lar gedir. 180 üzərinə 44 gəlirəm. Elə 224. 224'ü böləm 14'ü. Elə x'i tapdım 16 uşaqlar. Məndən nəyi soruşur? 1 ilə 3'ün cəmini soruşur. X'i 16 tapdım. Burada 4 vur x'i 4 vur 16'da, yəni 64 edir. İndi bax, burada gətirib, hardasın qoy yerinə. Bax, gətirib burada qoyaq yerinə. 5 vur 16 çıx A bərabərdir 44. 5'i 16'ya vuranda eləyir 80. 80 çıxılsın A bərabər 44. 80'dən də 44 çıxanda eləyir nə qədər? 36. Deməli, mən A bucağında tapdım neçə? 36 tapdım. Məndən nəyə soruşur? 10-cu sualda.
Bucaq 1 ilə bucaq 3-ün cəmi 64, 36-nın cəmini soruşur məndən. Onu baxdıq. İndi 11-ə sağ şəkil də eynidir. Burada mən kənar heç nə işləmirəm. Şu an eyni sual üzərindədir. Denizli 3, bura 5, bura 4'dür. ABC bucağı, AB, buraya ABC. ABC, ABC nədir? B-nin yerində nə durur? 2-nə 3. Yəni, bura A yazaq, bura B yazaq. Bura bir X yazaq. ABC, ABC 2 A üstə gəl B. Bucaq 1-in yerinə görsən X yazmışım. Bucaq 2-nin yerinə A yazmışım. Bərabər 265. Yəni ki, 2A üzərinə gəlinsin. X üzərinə gəlsin B bərabər 265. Bucaq 1 ilə bucaq 5-in cəmi, yəni X ilə B-nin cəmini soruşur ki, neçə eləyir? 5 deməkdir bu. İndi mən də buradan 2A üzərinə X üstə B bərabər 265. Həm də bilirəm ki, X üstə A üstə B nədir? Cəmi 180 dərəcə. Tərəf-tərəfə çıxırıq. 180. X getdi, B'lər getdi. 2A'dan A çıxanda A bərabər 265-dən çıxıram 180-ə. 85 elədim. A-nı tapdım 85. A-nı 85 tapdıq. Sonra burada baxaq başqa nə verir bizə. Bucaq 1 ilə bucaq 5-in cəmi soruşur. A 85-dirsə A 85 gətirək burada X üstə gələk B bərabərdir. Yəni burada var 180-dən 85 çıxıram. Tapıram ki 95 eləyir. X ilə B-nin cəmini tapdım 95. Məndə də X ilə B-nin cəmini soruşdu. 1 ilə 5-də X ilə B deməkdir. Keçirik 12-ci suala. 12-ci sual 20-ci sual üzərindədir. Mən baxıram ki, qarşı bucaqlar, qarşı tərəflə paralelogramda nədir? Bir-birinə bərabərdir. Ona görə Y üstə gəl 5-i bərabər edirəm 2Y çıxılsın 5-ə. 2Y çıxılsın Y bərabərdir 5 üstə gələk 5. Y bərabərdir 10. Y-i 10 tapdım. İndi 2X üstə gəl 6-da bərabərdir 3X çıx 3-ə. Bu 3X'dır. 2X gətirəndə çıxmalı 6-dır. Üstə gəlir 3. X də burada bərabər 9. X və Y-i tap deyir. Aydın olur. Şəbət bu da eynidir. Bax, X üstə gələ 10-u bərabər eləəm nəyə? 4X çıx 26-ya. Tapırsınız burada neçədir? Burada 2Y bərabər eləm 30 minus 3Y. Bunu da tapırsınız ki, neçə eləyir. Keçirik sual 13-cü suala. X və Y parametri qiymətlərini tapın. Bunlar çarpazdır. Ona görə bunlar çarpaz olduğuna 2X ilə. Çünki bunlar paraleldir. Ona görə bu tərəf paralellik var deyə çarpaz elə. 2X-dır. Üzərinə X gəlin. Bu elə 4Y. 3X bərabərdir 4Y. Bunlar da qarşı bucaqlar olduğuna görə X də gələ 20 bərabərdir 2Y. İndi mən burada nə edə bilərəm? Necə istəsək yaza bilərik də. Yəni bunu X üzərinə gəlsin 20 bərabərdir 2Y. Hər tərəf 3-ə vur, 3X-ə gətir, 3X 60, 3-2 6Y. Gətir 3X, yəni burada 4Y. Üstə gəl 60 bərabərdir 6Y. 6Y, 2Y bərabər 60, Y də bərabərdir 30. İndi Y tapdım 60, gətir hardaysan qoy yerinə Y, yəni X üstə gələ 20 bərabər 2 vursun 30, 60. X 2-ni 30-a vurdum ona görə. 60-dan da 20 çıxanda eləyir 40. Keçək indi 13-cü sualda bunu izah edeyim. Yəni də eyni ki X minus Y çarpaz bucaqlar olduğundan
Bərabər eləmləyə 30-a. Sonra bir tərəfə bitişik bucaqlar, yəni 110, üzərinə gəl 2x minus 3y, üzərinə gəlsin 30. Bunlar da 180 dərəcəyə bərabərdir. Burada deməli 2x 100 üst çıxsın 3y. 110 üzərinə 30 gəlmir 140, 180-dən 140 çıxanda 40 qalır. Yuxarıda da hər tərəfini vuraq 3-ə, 3 bu bunu vuraq. 3x çıx 3y və 3-ə vuraq 90. Tərəf-tərəfə çıxaq. 3x-dən 2x çıxanda x, 90-dan da 40 çıxanda elədi 50. X-i tapdım 50, bura 50 gətir qoy. 50-dən də 30 çıxanda y də eləyir 20. Sonra keçirik 14-cü suala. Paralelogramı verib mənə A, B, C, D. Paralelogram perimetrin 108-dir. X, Y, Y. Düzümü 4 tərəfini, yəni 2x üzərinə gəlsin 2y-im 108-dirsə, x də gəl y-im nə qədərdir? 54-dür. Sonra verib AD-ni yazmışam y. Çıxılsın AB. AB-ni yazmışam x-in. Bərabərdir, verib 12. Baxın, sistem tənliyə alındı. Tərəf toplu y-in y-dir. 2y bərabərdir. 54 12 gəldi 66. Y də bərabərdir 33. Y tapdım 33. Gətir burada y yəni 33. 33-dən də 12 çıxıram. X-i tapıram ki, x neçə eləyir. Keçirik 15-ci suala. 15-ci sualda şəkil 22 üzərində verib. Perimetri 64'dür. 2x üstəgəl 2y-dir. X, y. Qarşı tərəfə bərabərdir. 2x üstəgəl 2y bərabərdir 64-dür. X üstəgəl y neçəyə bərabər? Hər tərəfə bölüm 2, 32. AB və AD tərəfləri, AB bir də AD tərəfləri nisbəti, yəni x-in y-ə nisbətini verib. Baxın, 3-ün 5-ə. Gətir burada yerinə qoydu. 3k, 5k. 3k üzərinə gəl 5k bərabərdir 32. 8k bərabər 32. K da bərabər 32, 8 də bərabər nə qədər? 4 eləyir. Gətir yerinə qoyuram. 3-ü 4-ə vuram eləyir 12. 5-i 4-ə vuram eləyir 20. Sonra keçəm 16-cı suallar. 16 da eynidir. Bir perimetri 86 olan A, B, C, D. Perimetri 86, yəni 2x üstəgəl 2y, yəni onu 2-yə böləndə x üstəgəl y edir 43-dür. Yəni yuxarıdakı 2 misalı həll edim. Bura yazaq x, y. 3AB, AB nə demişəm? X. 3AB-ni yəni yazaq 3x. Üzərinə 2AD, AD-dir, y yazım. 2y bərabər 102. Uşaqlar, yuxarının hər tərəfini 2-yə vuraq istəyirsiniz. 2x üzərinə 2y bərabər 86. Bunu da olduğu kimi alt-alta yazaq. Tərəf-tərəfə çıxaq. X 102-dən də çıxanda bu da eləyir 16. X-i tapdım 16. Məndən nə soruşur? Tərəflərini tapdım. X-i 16 tapdımsa, 43-dən 16 çıxıram, y tərəfini tapıram. Sonra keçirəm 18-ci suala baxıraq. AB paralel şəkil eynidir. A, B, C, D. AB tərəfini verib 24. Onun perimetrinin bu da 24-dür. Bura x-dir. Bura x yazam. Mən nə görürəm şəkildə? Deməli, 24 metr perimetrin 0,2 hissəsinə bərabərdir. Perimetr nə qədər? 24, 24, 48, üzərinə 2x. Bunun 0,2 hissəsi deyir ki, 24-ə bərabərdir də. 48 üzərinə 2x bərabər 24-ü 0,2-yə böləndə 120. 120-dən 48 çıxıram. Şöyle mən kalkulatordan çıxıram. 72. X də bərabər 72-nin kəmində 36. Bizdən sonra AD tərəfi X-i tapdım 36. B-ni soruşsaydı gətirəcəkdim.
Yerine burada qoyacaqlar. Bu da 24 verib ehtiyac yox. Perimetr olsaydı 36-nı da 24 gəlib 2-yə vuracaq. 22-yə 19-a baxırıq. Şəkil verir. Sadəcə özümüz çəkirik şəkili. A, B, C, D. ABCD paralelogramında AD tərəfinə bəlkə yoxdur. B yoxdur. B, Y perpendikulyarı endirilmişdir, çəkilmişdir. AY'ni verib 5, YD'ni verib 8. Perpendikulyar dedim, burada düz uzaq yazam. A, B'ye, bura ümumilikdə B, A'yı 30 ola bilər burada. Burada səhv düşüb, nə yox? Bu A, B'ye, buranı düz üstə. Bura 30-dursa, bura olur 60, düzümü? 30-un qabağı 5-dirsə, deməli hipotenuzum eləyir 10. Hipotenuzum eləyir 10. Mən tapdım ki, paralelin bir tərəfi 10-dur, digər tərəfi 5 ilə 8-in cəmi eləyir 13-dür. Deyir, bucaqlarını tap. Bura 60-dır, bu da eləyir 120. Tapdım, bucaqlarda 60 ilə 120-dir. 20-ci suala baxırıq. Şəkil 23-dür. Bu şəklin üzərində işləyəcəm. A, B, C, D, AM çəkilir. Baxın, bu bura. AM. Təm böləndə alfa yazan. Bu ikisi paralel olduğundan bununla bura çarpıdır. Bura alfa. Demək, bura bir-birinə bərabər. Bu hissələr bir-birinə bərabərdir. İndi mənə verib. A, M-i verib. A'dan M-ə 23 verib. Buranı 23 verib. C, D'ni verib 18. Bura 18-dir uşaqlar. Paraleldir. Burada 18-dir. Buranın, burada bir-birinə bərabər olduğundan burada yazıram 18. Gördünüz, 18 yazdım. Sonra mənə nə deyir? A, B, M üstündən perimetr tap. 18, 18, 23 toplayıram ki, neçə edir. Keçirik. Bu axırıncı səhifəni işləyirəm sizinlə. 21-ci suala baxırıq. Şəkil 23-dən şəkil 23-ü, eyni şəkil çəkək, şəkil 23-ü. Sonra baxaq bizdən nə soruşur. A, B, C, D, A, M. AM təmbəli, yəni alfa, alfa yazdım, bu bucaq paralel oldu, burada alfa yazıram. Belə qoyun, oxuya bilərsin. Aha. A, B, demək, bura x-dırsa, burada x yazıram. Bu A, B ilə BM bir-birinə bərabərdir. A, B, M-i verib bizə 80 verib. İndi ona işim yoxdur, yazaram. İndidən baxaq görünəmir. BM-in AM-ə nisbəti 3-ün 4-dədir. Buranın 3x yazıram, buranın 4x yazıram. Bura 3x-də, bunu 3x eləyirəm. Bərabər oldu. Görsən, bura nədir? 7x. Onda burada düşür 7x. M, C-ni verib mənə 13. Düz üstəm, nəyə səhv yazdım? Aha, AM deyə bura. AM deyə buram verib 4x. 3x, 3x, 4x. Başla bunu. 3-ü toplayanda nə qədər? 6, 10x bərabərdir. 80, bu özü vermən 80. X də bərabərdir. 80, ona görə 8. X-in yerinə 8 bas. X-in yerinə 8 qoyanda bu eləyir 32. X-in yerinə bu eləyir 3, 8-də 24. Burası da eləyir 24. İndi mənə nədir? MC-ni verib 13. Bu da 13'tür, düzdürmü? Bura 13, 24, 13 gəldə nə qədər edir? 37, mən aşağısı 37 deyir. A, B, 24, üzərində A-dır. 24 ilə 37-nin cəmini tapdı. 24 ilə 37. Tapacaq, neçə edir? Şəkil eynidir, yenə çəkirəm. A, B, C, D, A, M median, AM çəkirəm. Yenə A budağı təmbəlin alfa, burada yenə alfa yazırıq. Perimetri 114-dür. Bura x yazıram, burada x yazıram. Bunlar bir-birinə bərabər olduğundan. Bir dənə baxaq. AD, bura y yazaq. Y yazaq. Onda bura olacaq. Yuxarı x üstəgəl y-də, x üstəgəl y yazıram aşağıdan. AD, baxaq bunu izah edelim. AD çıxılsın, yəni x üstəgəl y, ya da AD çıxılsın BM bərabərdir 7.
AD'nin yerine ne yazalım? Bunun yerine x üstə gəl y verir. BM-im nə qədər? X bərabərdir 7. X də x qalır. Y isə eləyir 7. Deməli, bura yazıram 7. Bura x isə, burada x yazıram. Bu da eləyir 7. Y 7 tapılır. Bu 4-ün cəmi 114'dür. Bax, ne görürüm? X, 4 dənə x, 2 dənə 7. Üstə gəl 14. Bərabərdir 114. 114'dən 14 çıxıb bölük 4'ə x eləyəcək 25. Deməli, mənim AB tərəfim 25'dir. Şəkil 23'dür. Yenə eyni şəkil üzərində izah edirəm. A, B, C, D, A, M'dir. A budan təm böləni alfa bura alfadır. BC tərəfini BM bölünsün MC. 11x. Bu da 3x'dir. Buna bərabərdir alfa. Onu burada 11x'dir. Deyir AD bərabərdir. Şu an buradan belə xəstəki aləm var. AD bərabərdir. AB üzərinə gəlsin 9. AD'nin deməli bir dəqiqə. Bu 11x, bura 3x, deməli bura düşür 14x. AD'nin yerinə yazın 14x. Və AB'nin yerinə yazın buna yəni 11x. Bərabər üstə gəl 9. 14'dən 9 çıxam. 3x bərabərdir 9. X-dən isə bərabər 3. Gətim x-in yerinə 3. 14'ü 3'ə vururam, eləyir 42. 11'i 3'ə vururam, bura eləyir 33. Mənə nəsə o şey paylayan perimetr. Bu 13'dür, 33'dür. Onu perimetr tapın 30'un üzərində 33'ün üzərində 42 gəlib. Nə edirəm? Vururam 2'yə. 24'ə baxırıq. A buzağın 24. AC və BD diagonallar çəkilmişdir. Çəkirik. Bura x-dırsa, bura x yazıram. Bura y-dirsə, bura y yazıram. Diagonallar kəsikmə nöqtəsini yarıya və ümumi bura A yazsam. Bura olacaq 0,5A. Burada olacaq 0,5A. Yarıya bölünürəm. Ümumi BD-yə B yazsam, yarıya bölünür. Bura 0,5B. Burada 0,5B olacaq. Verib ki, P, A, B, C, D. A, B, C, D perimetri. ABC'nin perimetri nə qədərdir? 2x üstə gəlsin 2y çıxılsın. A, B, D, A, B, D. Bax, buranın perimetridir. Bax. A, x üzərinə 0,5 B üstə gələ y bərabərdir 12. İndi bunu açaq. 2x üstə gələ 2y çıxılsın. X çıx, B çıx. Y bərabərdir 12. BD-ni də verib mənə BD-ni. B-ni də verib mənə 12. B-ni yerinə 12 qoyacağım. İndi bunun işimiz yoxdur. 2x-ın x çıxam eləyir x, 2y çıxam eləyir y. B-ni də verib, BD-ni də verib mənə 12 çıx. 12 bərabərdir 12. X üstə gələ y bərabərdir 12. 12 toplam eləyir 24. Mənə nədir? Paylayan perimetrini tap. Paylayan perimetrini tapdığında x-in y-in cəmi 24'dürsə, onda bunun cəmi 24'dür. Cavab elə 48. 25'ə baxaq. Paralelogramın diagonalları A, B, C, şəkil verib mənə artıq. Bunu çekim şəkili CD. Buradan bura bir hündürlüyü N. Buradan da bura bir hündürlüyü elib N. Bu da 90 dərəcədir. Şəkili çəkdim. İndi yazıb mənə nə yazıb? AC ilə BD bu şəkil 24'ü verib 24. Hə, budur. Şəkil 24'ü mən 25'i şəkil çəkmişəm. Bir mesaj gəlmiş şərt. Şəkil belədir. A, B, C, D. A, C, B, D. AC ilə BD-nin cəmi birinə A deyək, birinə B deyək. Diagonalları bərabərdir 40. Burada x, burada
AB ilə CD-nin də cəmi, burada x-i, burada x-dir. İkisi də bir-birinə bərabərdir. 2 x-də bərabər 32. X-ə düşür nə qədər? 16. X-ə düşürsə 16. Buraya yazıram 16. Paralelogramın diagonalları bir-birinə bərabər deyil uşaqlar. Bizə deyir ki, bura O nöqtəsidir. COD-ni tap deyir. Bura A 0,5A'dır, bura 0,5A'dır, bura 0,5B'dir, burada 0,5 bura 0,5B'dir, bura düşür. Deyir, bax bunu, bir də bunun cəmi. 0,5A, 0,5B üzərində x-in cəmi tap. A isə əgər B 40-sa, buna 2 yerə böləndə bunların cəmi 20 eləyirmi? X-i də 16 tapdım, elədi 36. Yəni bunu 2-yə bölündə 0,5 eləyir, bu da 0,5 eləyir. Keçirik 26-cı suala. Yenə şəkil 24-dür. A, B, C, D. A, B, C, D'dir. Çəkirəm yenə diagonallar. O nöqtəsində kəsişir. Bax, P verir. Bura x, x yazaq. Y, y yazaq. 0,5A, 0,5A, 0,5B, 0,5B. Ümumi B'dir. 2 yerə bölünür. 0,5, 0,5A. Verib burada O nöqtəsi. A, O, D. Baba bunu verib. Bu perimetri baxa. Nə görürəm bu işarə edilmə. 0,5A, üzərinə gəl 0,5B, üzərinə gəlsin Y. Çıxsın AOB. AOB hansıdır? AOB. Baba bura. Bunu görürüz. Bu işarələdiyimi. Bunu da mötərizədə yazam. 0,5A üstə gəl 0,5B üzərinə gəlsin X bərabər nə verib mənə? 34 verib. 34 yazıram. Bax bu çıxma olduğundan bu işarələr hamısı çıxılacaq. Bununla bu getdi. Bununla bu getdi. Y minus X qaldı 24. 34. Sonra 3AD. AD'yi nə yazmışım? Y. Yazım 3Y. Çıxılsın 2AB. AB'yi də X yazmışam da. Görürsünüz ki. Buraya yazım. Baxın. 3AD. AD'yi Y. 2AB. Burada X'dir. 3X çıxılsın. Belə yazaq. 2Y bərabərdir. Şərtdə verib mənə 23. Tənlik alırıq. Tənlik alırıq. Hara yazdım onu? De budur. Bunu bura götürdük. Burada ardını gedək. Y minus X bərabər 34. 34. 3Y çıxılsın. 3Y görün. 2AB idi o. AB X'dir bu. 3Y çıxılsın. 2X bərabər 23. Yuxarıda gəlin. Hər tərəfi vuraq 2-yə. 2, 2, 2, 68. Tərəf-tərəfə çıxaq. 3 tərəf-tərəfə çıxan düz gəlməkdən görüm nəyi səhv, hansını səhv yazdım. Aləmi qatdım bir-birinə. Bir dəqiqə uşağı şəkli bir də çəkeyim. Oldu bir-birisini yazdım. Şəkli bir də çəkək. B, C, D. X, 0,5A, 0,5A, 0,5B, 0,5B. Yuxarı Y yazdım, yuxarı bunu Y yazdım. A, O, D. A, O, D burada, baba burada, baba bu. Yəni Y üzərinə gəl 0,5A, üzərinə gəl 0,5B çıxılsın. A, O, B, buranı çıx. 0,5 çıx olduğuna görə hamısını çıxma yazam. X bərabərdir 30 bərabər 4-dür. Mən 34 hardan deyirəm, məsələm düz gəlmir. Bunlar getdi. Y minus X bərabərdir 4. Sonra 3AD. 3AD-ni yeni X yazıram. Çıxılsın 2AB. AB də X çıx 2BX bərabər 23. 34-ü hardan götürüb yazmışam. Tərəfdə hər tərəfin 2 alam. 2'yə, 2'yə, 2'yə onu 8. Çıxaq 3X-dan 2Y çıxaq. 3X-dan 2X çıxam. Yenə X, Y daha doğrusu 23'dən də 8 çıxanda elədi 15.
15'dir. Burada beyaz y çıxır. Gətir 15'i qoyaq burada. 2-ni 15'e vururam 30. 30'dan 8 çıxıram. 22, 22'nin də 2 x-ə bərabər 11. Paralelogramın perimetrini tap. 11 üzərinə 15 vurulsun 2. Növbəti sualımıza baxaq. 27. Perimetri 64 olan paralelogramda yenə eyni sualdır. A, B, x, x, y, y, 0.5a, 0.5a, 0.5b, 0.5b. Perimetri 64 ABC paralelogramda AB, AC ve BD diagonalları. Perimetri 64 yani 2x üzerine 2y 64 onda x üzerine y 32'dir də, düzdürmü? Verib AOD yani 0.5a üzerine gel 0.5 B üzerine gelsin y çıxılsın. COD'nin perimetri. Baba bunun perimetri. Çıxma olduğuna göre hamısını çıxma yazacağım. Bərabərdir 8. 0.1 buna getdi. Y minus x bərabər 8. İstəm tənliyi alıram. Tərəf-tərəfə toplayıram. Demək, x-lər gedir. 2 y bərabərdir 40. Y də bərabərdir 20. Y 20 tapdımsa, 32-dən də y çıxıram. X bərabər 12. Və salam, tərəflərini də tapdım. Hansı tərəfini istəyir tapıram. Yəni fərqi yoxdur. Mən orada bir tərəfdir. Mən ikisini də tapdım siz üçün. 28-ci suala baxırıq. 28-ci sualda bizdə nə deyir? ABCD paralelogramında yenə şəkil eynidir. Çəkirəm. Bucaq 1. Bucaq 1 yoxdur axı burada. Bunun hansı şəklinə baxaq görək. Yoxdur, yazaq bəlkə indi biz özümüz hansı şəklinə uyğunlaşdırsaq. A, B, C, D. Bunu deyən görəm. Bu hansı şəkildən bu səhv verib bizə? Yine səhv verib bu şəkil bizə. Deyən görüm bunu hansına uyğunlaşdıra bilər. Biz özümüzdən yazaq. Bir hansıdır o? Bize ADC'ni verib buna. O da bucaq 1 burada. ADC'nin çünkü 1'inlə ADC'nin cəmi 180'dir. O da bu bucaq 1 burada. Ümumiyyətlə bucaq 1 və üstəlik ADC bizə heç bir adəti yoxdur. ABD perimetri bax yenə x, y, y. 0.5a namaz oğlarda olur belə səhvlər, çapa səhv gedir. Məsələ düz deyil, çapa səhv gedir. Hansısa rəqəm şəkil. ABD buradır. Orada nə gördüm? X üzərinə 0.5, 0.5b üzərinə y bərabərdir. Verin mənə nə? 57. İndi inşallah ki səhv olmaz da. Buranın AD-ni verin mənə 21. Gətirəm bura yazayım 21. Y yerinə 21 yazayım. X-də gələk 1, 57-dən də 21 çıxanda elə 36. X 36 bizə nəyi soruşur? BD tərəfini soruşur. Yenə məsələdə nəysə biz yox, daha doğrusu orada şəkildə nəysə yəni şəkil düz verməyib deyə biz özümüzdən yazırıq. Bir dəqiqə görə buradan nə düzəldə bilər? Bu x-lə b-nin cəmi verdiyi 36. Bu bucağı verib amma bir şəkil səhvdir deyə bilmir ki bu bucaq 1 nədir də. Yoxdur 28-i yazmarsınız. 29-a baxaq. İnşallah ki 29-da şəkil düz olar. Səhvli olmaz. 29-da A, B, C, D. B eni verib 90 dərəcə. Bunlar hündürlükdür. Uşaqlar bax göstər 90 dərəcə hündürlükdür. En verib baxaq indi. A, B, C bura 150 isə demək bura 30 düşür. 30 90 bura olur 60. Ümumilikdə 120 daha.
Perimetr 80 ise x, y üzerine onda ol x gələ y'im düşür nə? 40 düşür. Bura y yazaq. İndi baxaq. BM-in verib 2x. BN-in verib 3x. Nisbəti nisbətində olarsa, indi biz bura baxaq. Mən bilirəm ki, bu x-in, bura x, y dedim də mən. Buranın 2k, bu 3k deyək. Belə yazaq. Deməli, bu 3k x tərəfə çəkilib. Bu 2k yuxarı x, bu y-dir. Yəni, y vurulsun 2k bərabərdir. Hündürlüklər bir-birinə bərabər, sahələr də bir-birinə bərabər. 3k vurulsun x. X-in qabağında 2 dur, k-lar gedir. X-in qabağında 2k durur. Belə yazaq. Y-in də qabağında nə durur? 3k durur. Düzdür? Bizi də bunu gözlə nə yazmışıq? Onda 5k bərabərdir 40. K da 40-ı 5-ə bölündə eləyir 8. Məndən nəyə soruşur? BM-i soruşur. B-in və B-ni tap. K-nı tapsın 8, 2-ni 8-ə vuram 16, 3 8-ə vuram 24 eləyir. Keçək 30-cu suala. Burada səhv yox idi. 30-cu sualda izah edirəm, yekunlaşdırırıq. Bir axı şəkil edilə. Bunu belə çəkək. Necə idi baxaq şəkili? Bu M idi. Neçəyə baxırıq 30-a. BM perpendikulardır. Adıya bu heç buna verib. BM-in BN-lə deməli 84 verib. Belə yazaq da. Bura x yazaq, bura y yazaq, ev yoxdur. X üstə gələ y verir mənə 84. AD, indi bura nə yazaq? A, B, B. AD, B çıxılsın AB. A-nı da verir mənə 16. İndi yenə bilirəm ki, x-in b-yə olan hasili bərabərdir. Adı da y-in a-ya olan hasilinə. Mən baxıram ki, x bölünsün y bərabərdir a bölünsün b. Çarpaz yaza bilərəm. X-imin qabağında a durur, y-imin qabağında b durur. Yəni burada da a üzərinə gəlsin b yaza bilərəm. A üzərinə b bərabər 84, b minus a da verib 16. Tərəf tərəfi toplayın, a-lar gedir 2, b bərabərdir 90, 100, b də bərabərdir 100 2 eləyir 50. B-ni 50 tapdım. A da 50-dən 16 çıxanda 34 elədi A-da. Bizdən nəyi soruşur? Tərəflər biri 50-dir, biri 34-dür. Vəssalam. Başqa heç nə.